Bugün sizin bizə təqdim etdiyiniz mənbələrin, belə deyək, dərinliklərinə enirik. Əlimizdə Böyük Britaniya hökumətinin velosiped infrastrukturu dizaynına dair rəsmi bir təlimat sənədi var. Bəli. İlk baxışdan bu biraz quru səslənə bilər, amma vərəqlədikcə aydın olur ki, bu sadəcə bir təlimat deyil, elə bil şəhərlərin hərəkətə baxışını tamamilə dəyişdirmək üçün yazılmış bir çağırışdır, bir manifestdir. Tam olaraq. Bu sənədin əsas missiyası çox aydındır. Qısa məsafəli səfərlər üçün velosipedi insanlar üçün avtomobil qədər, hətta ondan daha təbii bir seçimə çevirmək. Aha. Amma ən maraqlısı odur ki, sənəd bunu etmək üçün əvvəlcə öz səhvlərini etiraf etməklə başlayır. Açıq şəkildə deyilir ki, keçmişdə tikilən velosiped yollarının əksəriyyəti keyfiyyətsiz olub, bir-biri ilə əlaqəsi olmayıb və bəzən sənədin öz ifadəsi ilə desək, heç olmamasından daha pis olub. Bir dəqiqə, heç olmamasından daha pis. Bu, bir hökumət sənədi üçün, yəni inanılmaz dərəcədə sərt və özünü tənqidi bir ifadədir. Onlar nəyi nəzərdə tuturlar? Necə ola bilər ki, bir velosiped zolağı heç olmamasından pis olsun? Çünki bu yalançı bir təhlükəsizlik hissi yaradır. Baxın, təsəvvür edin, təcrübəsiz bir velosipedçi yolda rənglənmiş bir zolağı görür və düşünür ki, əla, bura mənim üçün təhlükəsiz yerdir. Aha, yəni qorunduğunu düşünür. Bəli, o bu zolaqla rahatca irəliləyir, amma sonra ən mürəkkəb, ən təhlükəli yol ayrıcına çatanda zolaq qəfildən yox olur. Həmin velosipedçi heç bir təcrübəsi olmadan özünü sürətli avtomobil axınının ortasında tapır. Anladım. Sənət bunu bir növ xəyanət adlandırır. Ona təhlükəsizlik vəd edib, sonra da ən çox ehtiyacı olduğu anda tərk edirsən. Bu çox güclü bir arqumentdir. Deməli, hökumət indi deyir ki, artıq bəsdir, biz bu yanaşmanı tamamilə dəyişirik. Bəs bu yeni, daha sərt yanaşma nədən ibarətdir? Yəni, sadəcə daha yaxşı təlimatlar yazmaqla iş bitir? Xeyr, bu dəfə mexanizm fərqlidir. Birincisi, çox yüksək dizayn standartları məcbur edilir. İkincisi və ən əsası, belə deyək, dişləri olan bir sistem yaradılır. Dişləri olan? Bəli. Təklif olunan bütün yeni layihələr maliyyə ayrılmamışdan əvvəl Active Travel England adlı yeni, müstəqil bir müfəttişlik tərəfindən yoxlanılacaq. Və əgər layihə bu yeni yüksək standartlara cavab vermirsə, sadəcə olaraq maliyyələşdirilmir. Vəssalam. Pul birbaşa keyfiyyətə bağlanır. Artıq adı olsun deyə layihələrə yer yoxdur. Deməli, artıq subyektiv qərarlara yer qalmır. Bəs bu yüksək standartlar nə deməkdir? Yəni, yaxşı bir velosiped yolunu pisindən fərqləndirən nədir? Məsələ sadəcə asfaltın hamar olmasıdır? Yox, bundan qat-qat dərindir. Sənədin bütün fəlsəfəsi çox yadda qalan bir konsepsiyaya əsaslanır. 8-dən 80-ə prinsipi. 8-dən 80-ə. Maraqlı səslənir. Yəni, dizayn etdiyin hər bir velosiped yolu o qədər təhlükəsiz və rahat olmalıdır ki, 8 yaşlı bir uşaq onunla tək başına məktəbə gedə bilsin. Aha. Eyni zamanda o qədər də əlçatan olmalıdır ki, 80 yaşlı bir insan da bazarlıqdan qayıdarkən ondan rahatlıqla istifadə edə bilsin. Əgər infrastrukturun bu iki ifrat qrupa xidmət edə bilirsə, deməli aradakı hər kəsə xidmət edəcək. Aydındır. Məqsəd velosiped sürməyi elit idmançı bir fəaliyyətdən çıxarıb, hər kəs üçün gündəlik, normal bir hərəkət vasitəsinə çevirməkdir. Bu çox güclü bir yanaşmadır, amma bu sadəcə bir şuardır, yoxsa sənətdə bunun arxasında duran konkret ölçülə bilən prinsiplər var? Əlbəttə. Bu fəlsəfə 5 əsas sütuna söykənir. Birincisi, şəbəkə əlaqəli olmalıdır. Yəni, velosiped yolları adacıqlar kimi deyil, insanların getmək istədiyi hər yerə çatan tam bir şəbəkə yaratmalıdır. Anladım, qəfil kəsilməməlidir. Bəli, qəfil başlayan və heç bir yerə aparmayan yollar olmamalıdır. İkincisi, birbaşa olmalıdır. Marşrut velosipedçini məntiqsiz döngələrə salıb, yolunu uzatmamalıdır. Ən qısa və məntiqli yolu təklif etməlidir. Bu məntiqlidir. Heç kim A nöqtəsindən B nöqtəsinə getmək üçün əlavə 1 kilometr dövrə vurmaq istəməz. Davamı necədir? Üçüncüsü və ən kritik olanı təhlükəsiz olmalıdır. Bu, subyektiv bir his deyil. Bu, velosipedçilərin yüksək sürətli və ya intensiv avtomobil axınından fiziki olaraq ayrılması deməkdir. Düzdür. Dördüncüsü, rahat olmalıdır. Bura hamar səthlər, kifayət qədər enli zolaqlar və lazımsız səviyyə dəyişikliklərindən qaçınmaq daxildir. Və nəhayət beşincisi, cəzbedici olmalıdır. Dayanın, cəlbedici.
Bu bir infrastruktur təlimatı üçün biraz subyektiv və yumşaq səslənmir. Yəni, bir velosiped zolağının gözəl olması onun təhlükəsiz olmasından daha vacibdir. Gözəl sualdır. Amma burada söhbət sadəcə estetikadan getmir. Cəlbedici həm də o deməkdir ki, marşrut insanların özlərini təhlükəsiz hiss etdiyi, yaxşı işıqlandırılmış, canlı və xoş mühitlərdən keçməlidir. Hə, anladım. Tərk edilmiş və ya qorxulu görünən yerlərdən yox. Yaşıllıq, ağaclar, təmizlik, bütün bunlar insanların o marşrutdan istifadə etməyi istəyib istəməməsinə birbaşa təsir edir. Heç kim zibilliklərin yanından keçən bir yolla getmək istəməz. Aydındır. Sənətdə yəqin ki, bu prinsiplərin pozulduğu real həyatdan nümunələr də var. Bəzən pis bir nümunə yaxşı bir tərifi izah etməkdən daha təsirli olur. Bəli. Sənət bu cür nümunələrlə doludur və bəziləri, həqiqəti desək, tragikomikdir. Məsələn, bir şəkildə velosiped yolu göstərilir ki, hər 50 metrdən bir kiçik küçə ilə kəsişir və hər kəsişmədə velosipedçinin qarşısına yol ver nişanı qoyulub. Ciddi. Bəli, bu birbaşa olma prinsipinin tamamilə ziddir. Velosipedçi hər dəqiqə dayanıb durmaqdansa, daha təhlükəli olsa belə, paralel gedən əsas yola çıxmaq üstün tutacaq. Mən o sənətdəki şəkillərə baxarkən birini gördüm, inanılmaz idi. Bir velosiped yolu heç bir yerə getmir, sadəcə iki böyük qırmızı zibil qutusuna dirənir və asfaltın üzərində böyük hərflərlə son yazılıb. Bu sadəcə pis dizayn deyil, bu sanki velosipedçiyə birbaşa təhqirdir. Bəli, o sanki bir cizgi filmindən çıxmış kimidir. Amma bu, velosipedçiyə verilən mesajı çox aydın göstərir. Sənin səyahətin burada bitdi. Bizim üçün əhəmiyyətli deyilsən. Dəhşətdir. Yaxud çuxurlarla dolu, ot basmış, baxımsız bir zolağın şəkli. Bütün bunlar göstərir ki, keçmişdə velosiped infrastrukturu bir çox yerdə sadəcə siyasi bir qutuya quş qoymaq üçün yaradılıb. Real istifadəçilər düşünülməyib. Bəs bu yeni yanaşmada istifadəçi kimdir? Əvvəllər yəqin ki, standart 2 təkərli velosiped sürən gənc idmançı bir kişi təsəvvür olunurdu. Amma 8-dən 80-ə fəlsəfəsi daha geniş bir kütləni nəzərdə tutur. Məhz bu. Sənədin ən mühüm dəyişikliklərindən biridir. Söhbət inklüzivlikdən gedir. Velosiped təkcə idman aləti deyil, bir çox insan üçün həyati bir hərəkətlilik vasitəsidir. Əlilliyi olan və əl velosipedi istifadə edən insanlar var. Uşaqlarını xüsusi qoşqularda və ya yük velosipedlərində daşıyan valideynlər var. Düzdür. Mallarını daşımaq üçün 3 təkərli velosipedlərdən istifadə edən kiçik biznes sahibləri var. Best dizayner bütün bu fərqli velosiped növlərini necə nəzərə ala bilər? Yəqin ki, bunun üçün də bir standart var. Bəli, var. Sənəd dizayn velosipedi adlanan bir konsepsiya təqdim edir. Bu, real bir model deyil, hipotetik bir ölçü vahididir. Aha. Dizayner var bütün infrastrukturu, zolaqları, döngələri, maneləri planlaşdırarkən, uzunluğu 2,8 metr, eni isə 1,2 metr olan bu dizayn velosipedinin oradan rahatlıqla keçə biləcəyini təmin etməlidirlər. 2,8 metr uzunluq, bu olduqca böyükdür. Adi bir velosipeddən xeyli uzundur. Düzdür. Çünki bu ölçü tandemləri, yəni 2 nəfərlik velosipedləri, arxasında uşaq qoşqusu olan velosipedləri və bir çox yük velosipedi növünə əhatə edir. Əgər infrastruktur bu böyük dizayn velosipedi üçün uyğundursa, demək olar ki, hər kəs üçün uyğundur. Anladım. Bu da bizi birbaşa zolaq eni məsələsinə gətirir. Sənədə görə, bir istiqamətli velosiped zolağı üçün arzu olunan minimum en 2 metr olmalıdır. 2 metr. Bu, bir çox mövcud velosiped zolağından xeyli enlidir. Niyə bu qədər geniş olmalıdır ki? Çox yaxşı sual bu. Çünki velosiped sürmək təkcə A-dan B-yə getmək deyil. Bu, en imkan verir ki, daha sürətli bir velosipedçi yavaş gedəni təhlükəsiz şəkildə ötə bilsin. İmkan verir ki, iki dost yan-yana gedərək söhbət etsinlər. Bu, velosiped sürməyin sosial tərəfidir. Və təbii ki, 3 təkərli velosipedlər kimi daha geniş nəqliyyat vasitələrinin də rahat hərəkətini təmin edir. Dar zolaqlar insanları tək-tək, sırayla getməyə məcbur edir və bu, velosiped sürməyin cazibəsini azaldır. Yaxşı. Tutaq ki, hamı razılaşdı ki, bizə enli, təhlükəsiz, bir-birinə bağlı yollar lazımdır. Bunları necə yaratmaq olar? Şəhərlərimiz artıq avtomobillər üçün tikilib, sənət hansı əsas strategiyaları təklif edir?
Əsasən iki fundamental yanaşma var və hansının seçiləcəyi avtomobil nəqliyyatının sürətindən və həcmindən asılıdır. Birinci və ən birbaşa yanaşma. Avtomobillərin sürətli və çox olduğu əsas yollarda velosipedçiləri fiziki olaraq tam ayırmaq. Yəni sadəcə yerə bir xətt çəkmək kifayət eləmir. Fiziki bir mane olmalıdır. Mütləq. Qızıl qayda budur. Əgər avtomobillərin sürəti saatda 50 kilometri keçirsə və ya yolda intensiv hərəkət varsa, velosipedçinin yanında sadəcə boya onu qorumayacaq. Fiziki ayrılma vacibdir. Məsələn, necə? Bu, səki daşı ilə yoldan ayrılmış, biraz hündürdə olan zolaqlar ola bilər. Və ya avtomobil yolu ilə səki arasında onlardan fərqli səviyyədə olan pilləli zolaqlar ola bilər. Hətta daha ucuz və çevik həll kimi yolu plastik dirəklərlə ayıran yüngül ayrılma da effektivdir. Məqsəd velosipedçinin özünü təhlükəsiz bir qovuq içində hiss etməsini təmin etməkdir. Amma hər küçəni bu cür ayırmaq nə praktikdir, nə də mümkün. Bəs daha sakit, məhəlləçi küçələr üçün alternativ nədir? Orada velosipedçilər və maşınlar bir yerdə hərəkət edir. Məhz burada ikinci çox daha incə bir yanaşma ortaya çıxır. Sakit küçələr şəbəkəsi yaratmaq. Məqsəd bu küçələri avtomobil tranziti üçün əlverişsiz, velosipedçilər üçün isə cənnətə çevirməkdir. Maraqlıdır. Bunun üçün ən təsirli alət isə modal filtrlər adlanır. Modal filtr. Bu biraz texniki səsləndi. Sadə dildə bu nə deməkdir? Konsepsiya əslində çox sadədir. Təsəvvür edin ki, bir yaşayış küçəsinin ortasına bir neçə dirək və ya böyük bir bitki qabı qoyulur. Bu maneələr elə yerləşdirilib ki, avtomobil oradan keçə bilmir. Amma velosipedçi və ya piyada üçün kifayət qədər yer qalır. Anladım. Nəticə nə olur? Avtomobillər artıq o küçədən tıxacdan qaçmaq üçün qısa yol kimi istifadə edə bilmirlər. Küçə tranzit yolu olmaqdan çıxır, yalnız orada yaşayanların giriş-çıxışı üçün istifadə edilir. Hərəkət və sürət kəskin şəkildə azalır və küçə avtomatik olaraq velosipedçilər və uşaqlar üçün təhlükəsiz bir məkana çevrilir. Deməli, siz sadəcə yolu fiziki olaraq qismən bağlayaraq avtomobillərin davranışını dəyişirsiniz. Çox ağıllıcadır. Bəs sürət maneələri, onlar çox vaxt velosipedçilər üçün də narahat olur. Düzgün qeyd etdiniz. Hamımızın bildiyi o kəskin, düzbucaqlı, yatmış polislər velosipedçini silkələyir. Sənəd bunun əvəzinə velosipedçilər üçün daha rahat olan sinusoidal, yəni yumşaq, dalğavari formalı sürət maneələrini tövsiyə edir. Bu maneələr avtomobilləri effektiv şəkildə yavaşladır, amma velosipedçinin hərəkət axıcılığına mane olmur. Bütün bu sistem ayrılmış zolaqlar, sakit küçələr çox yaxşı səslənir, amma mənim bir velosipedçi kimi ən çox qorxduğum yerlər həmişə yol ayrıcaları olub. Bütün bu fərqli axınların kəsişdiyi o xaos nöqtələri. Sənəd bu barədə nə deyir? Siz tək deyilsiniz. Sənəd də vurğulayır ki, velosiped qəzalarının mütləq əksəriyyəti məhz yol ayrıcılarında baş verir. Orada təhlükəsizlik, birbaşa hərəkət və rahatlıq arasında mükəmməl bir balans tapmaq dizaynın ən çətin hissəsidir. Yəqin ki, yanaşma da yol ayrıcının növünə görə dəyişir. Tamamilə. Sakit, kiçik yol ayrıcılarında velosipedçiləri ümumi axına təhlükəsiz şəkildə inteqrasiya etmək olar. Amma böyük, çox zolaqlı, intensiv hərəkətli yol ayrıcılarında velosiped və avtomobil axınlarını bir-birindən tamamilə ayırmaq şərtdir. Bunu necə etmək olar? Hansısa yenilikçi həllər varmı? Bəli, və bəziləri həqiqətən təsirlidir. Məsələn, sənəd Hollandiya tipli dairəvi hərəkəti geniş şəkildə təsvir edir. Təsəvvür edin, mərkəzdə avtomobillər üçün standart bir dairə var, amma onun xarici çevrəsi boyunca ondan səki daşı və yaşıllıq zolağı ilə ayrılmış, tam qorunan ayrı bir velosiped dairəsi var. Yəni, velosipedçilər öz dairələrində hərəkət edirlər. Bəli, öz qorunan dairələrində hərəkət edirlər və avtomobillərlə yalnız çox aydın şəkildə işarələnmiş sürətin aşağı olduğu nöqtələrdə kəsişirlər. Başqa bir maraqlı ideya da velosipedçilərə üstünlük verən keçidlərdir. Məsələn, velosiped zolağı kiçik bir küçəni kəsəndə səviyyəsini aşağı salıb, yolla eyni səviyyəyə enmir. Əksinə, səki ilə eyni hündürlükdə davam edir. Bu, bir növ velosiped körpüsü effekti yaradır. Düzdür. Avtomobillər bu yüksəkliyi keçmək üçün yavaşlamalı və velosipedçiyə yol verməlidir. Bu, təkcə fiziki deyil, həm də psixoloji bir üstünlük yaradır, prioritetin kimdə olduğunu göstərir. Aydındır. Və bütün bu dizayn qərarlarının subyektiv olmaması üçün əvvəl adını çəkdiyimiz o dişli mexanizmlərdən biri burada işə düşür. Yol ayrıcılarının qiymətləndirilməsi aləti, yəni JAT. JAT. Bəli,
Bu bir proqram kimidir. Dizaynerlər yol ayrıcındakı hər bir mümkün hərəkəti, velosipedçinin düz getməsi, avtomobilin sağa dönməsi və s. alətə daxil edirlər. Alət hər bir hərəkəti təhlükəsizlik riskinə görə qiymətləndirir və ona qırmızı, sarı və ya yaşıl rəng verir. Və qayda nədir? Təlimatın tələbi qətidir. Əgər layihədəki hər hansı bir hərəkət qırmızı skor alarsa, o layihə maliyyələşdirilməz. Problem həll olunana qədər. Anladım. Bütün bunlar çox əhatəlidir. Ancaq bir səyahət sadəcə yolda hərəkət etməkdən ibarət deyil. Səyahətin sonu var. Məsələn, dayanacaq. Mükəmməl bir marşrutla gedib çatırsan, amma velosipedini təhlükəsiz bağlaya biləcəyin bir yer yoxdursa, bütün o infrastrukturun mənası itir. Tamamilə doğrudur. Pis dayanacaq yaxşı marşrutu məhv edə bilər. Sənət bu məsələyə də xüsusi diqqət yetirir və ən çox tövsiyə olunan dayanacaq növü kimi klassik Sheffield stendini göstərir. Sheffield stendi. Bu, çox sadə, tərs U hərfi formasında olan metal borudur. Amma effektivliyi sadəliyindədir. O, velosipedin həm çərçivəsini, həm də hər iki təkərini stendə etibarlı şəkildə bağlamağa imkan verir. Bu, oğurluq riskini minimuma endirən ən vacib amildir. Və təxmin edirəm ki, bütün bunlar sadəcə mövcud küçələri yenidən qurmaqla bitmir. Bu, şəhərlərin gələcək inkişafına da təsir etməlidir. Mütləq. Sənət vurğulayır ki, bu prinsiplər yeni yaşayış kompleksləri və ya ticarət mərkəzləri tikilərkən planlaşdırmanın ən başından nəzərə alınmalıdır. Məqsəd sonradan əlavə edilən pərakəndə velosiped zolaqları deyil, başlanğıcı və sonu olan, bütün şəhəri əhatə edən, məqsədyönlü şəkildə planlaşdırılmış tam bir şəbəkə yaratmaqdır. Aydındır. Və son olaraq, ən darıxdırıcı, amma bəlkə də ən vacib məqam. Baxın, ən mükəmməl dizayn edilmiş marşrut belə, əgər şüşə qırıqları, payızda yarpaqlar, qışda buzla örtülərsə, qısa müddətdə istifadəyə yararsız və təhlükəli hala gəlir. Daimi təmizlik və təmir şəbəkənin yaşaması üçün həyati əhəmiyyət daşıyır. Beləliklə, bütün bu mənbələri ümumiləşdirsək, ortaya çıxan mənzərə nədir? Bu sadəcə yollara biraz rəng çəkmək və ya bir neçə nişan asmaqdan ibarət olan səthi bir dəyişiklik deyil. Xeyr, qətiyyən. Bu, velosipedə yanaşmada köklü, fəlsəfi bir dəyişiklikdir. Velosiped sürməyi uşaqlardan yaşlılara, fiziki məhdudiyyətli insanlardan yük daşıyanlara qədər hər kəs üçün real, təhlükəsiz və cəzbedici bir seçmə çevirmək üçün düşünülmüş standartlara əsaslanan bir inqilabdır. Bəli. Və məncə bütün bu texniki detalların, qaydaların və standartların arxasında dayanan ən güclü, ən yadda qalan fikir sənədinin özündəki bir cümlədir. Bütün velosiped sxemlərinin dizaynerləri yolları bir velosipedçi kimi təcrübədən keçirməlidirlər. Hər şey bu empatiyada başlayır və bitir. Bu bizi yekun bir düşüncəyə gətirir və bu dəfə sualımız birbaşa sizədir. Bir anlıq təsəvvür edin. Əgər yaşadığınız şəhərin küçələrini dizayn edən mühəndislər və siyasətçilər hər gün işə o yollarda sizinlə birlikdə velosipedlə gedib gəlməli olsaydılar, nə dəyişərdi? Gündəlik hərəkətiniz zamanı bu təlimatın birbaşa həll edə biləcəyi hansı konkret problemi, hansı zibil qutusunda bitən yolu görmüsünüz? Bu barədə düşünməyə dəyər.